Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün sabit cərəyan qanunları bölməsindən sabit elektrik cərəyanı, cərəyan şiddəti, dövrə hissəsi üçün Ohm qanunu, naqilin müqaviməti başlığının altındakı testlərin izahına baxacaq. Gəlin o zaman keçək suallarımıza. Bir nömrəli sualda bizə deyir ki, sabit cərəyan axan dövrə hissəsinin hansı nöqtəsində elektrik sahəsinin potensialı ən böyükdür? Mən baxıram ki, cərəyan bu istiqamətdə axır. Baxın belə. 1-dən 4-ə doğru axır və burada bir şey var. Cərəyan hansı istiqamətdə gedir? Həmişə müsbətdən mənfiyə doğru gedir. Onda deyə bilərəm ki, bu hissə müsbətdir, bu hissə isə mənfidir. Və mən bilirəm ki, potensial, yəni elektrik sahəsinin potensialı müsbət olan hissədə daha çox olur. Yəni müsbətə yaxın olan hissədə böyük, mənfiyə yaxın olan hissədə isə kiçik olur. Burada da baxıram ki, əgər ən böyükdür deyirsə, müsbətə ən yaxın olan nöqtəni götürürəm, yəni cavab olur B variantı. 2 nömrəli sual. R vur S bölünsün L ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Müqavimətin düsturunu bilirik. R bərabərdir. Rho L bölünsün S. Burada görürəm ki, rho yoxdur. Rho bərabərdir. Rho-nu tapanda həqiqətən də R isə vurub elə bölürük. Bu da bizə xüsusi müqavimət verir. Cavab A variantıdır. 3 nömrəli sual. Naqilin müqaviməti hansı ifadə ilə təyin olunur? Rho L bölünsün S-lə, yəni Y variantı. 4 nömrəli sual. Hansı halda V voltmetri R1 müqavimətli naqildəki gərginlik düşküsünü ölçür? Əvvəla voltmetr dövrəyə paralel birləşir. Və əgər mənə deyirsə ki, R1-dəki gərginliyi ölçür, deməli R1 müqavimətinə paralel olmalıdır. O da cavab B variantıdır. Məsələn, C-də A variantı düz qoşulmayıb, çünki paralel qoşulmalı. C-də R2-nin müqavimətini ölçür, D-də düz qoşulmayıb. Y-də isə R1 ilə R2-nin hər ikisinin birlikdə gərginliyini ölçür daha doğrusu. Ona görə cavab olur B variantı. 5 nömrəli sual. Lampadakı gərginliyi ölçmək üçün voltmetr hansı halda dövrəyə düzgün qoşulmuşdur? Lampanın gərginliyini ölçmək üçün voltmetr lampaya paralel qoşulmalıdır. Ona görə cavab A variantıdır. Lampadakı cərəyan şiddətini ölçmək üçün ampermetr hansı halda dövrəyə düzgün qoşulmuşdur? Ampermetr dövrəyə ardıcıl qoşulur. Əgər lampadakı cərəyan şiddətini istəyirəmsə, onda lampaya ardıcıl qoşulmalıdır. Ona görə cavab olur C variantı. Gələk 7 nömrəli suala. Elektrik cərəyanı nəyə deyilir? Elektrik cərəyanı yükü zərrəciklərin istiqamətlənmiş hərəkətidir. Yəni cavab C variantıdır. 8. Hansı fiziki kəmiyyət naqilin enkəsindən müəyyən zaman fasiləsində keçən yükün bu zaman fasiləsinə olan nisbətidir? Deməli, Q-nün T-yə olan nisbət, əlbəttə ki, bu da bizə verir cərəyan şiddəti, yəni B variantı. Verilmiş materialdan hazırlanmış naqilin müqavimətinin uzunluqdan asılılıq qrafiki hansıdır? Müqavimətin düsturu Rho L bölünsün S-dir və buradan baxıram ki, müqavimət L-lə düz asılıdır, yəni cavab olur Y variantı. 10 nömrəli sual. Verilmiş eyni materialdan hazırlanmış naqillərin müqavimətinin ən kəsiyin sahəsindən asılılığı Rho L bölü S-ə görə S-lə tərs asılıdır, B variantı. Gəlirəm 11 nömrəli suala. Hansı açarı və ya açarları qapadıqda zəng çalar, lampa yanmaz? Gəlin baxaq. Birinci 1 nömrəlini qapayıram. Bu zaman görək nə baş verir. Cərəyan bu böyük olan hissə müsbət olur, bura mənfi. Cərəyan müsbətdən gəlir, bura qapalıdır. Buradan keçir mənfiyə. Dövrəni tamamlayır, lampa yandı. Amma zəngdən keçə bilmir. Çünki bura gəlsə, bu tərəfdə açıqdır, bu tərəfdə açıqdır. Heç bir yerə gedə bilmir. Deməli, biri bağlayanda lampa yanır, daha doğrusu lampa yanır, zəng çalmır. Bizə deyir ki, zəng çalsın, lampa yanmasın. Deməli, 1 deyil. Onda 1-i ataram. Sonra baxaram 2-yə. 2-ni bağlasam, bura müsbət, bura mənfi. Müsbətdən gələcək, bax belə, dövrəni tapır. Bu zaman həm lampa yanar, həm zəng çalar. 2 də deyil. 3-ü yoxlayaq. 3-ü bağlayanda, bəli, alınır. Müsbətdən gəlir, zəng çalır, amma gedir bu tərəfə. Yəni, lampa yanmır. Yalnız 3, C variantı. Burada isə bizə deyir, lampa yanar, zəng çalmaz. Bu, bayaq tapmışdıq, 1-dir. Buranı bağlayanda, baxın. Gəlir, lampadan cərəyan keçir. Lampa yandı, zəngdən keçmədiyi üçün zəng çalmır. Ona görə cavab olur, yalnız 1, D variantı. Keçirəm növbəti suala. Keçirəm növbəti suala. 13 nömrəli sualda deyir ki, cərəyan mənbəyi lampalar və 3 açardan ibarət dövrənin sxemi verilmişdir. 1 və 3 açarlarını qapadıqda hansı lampalar yanar? Deməli, 1-i qapayıram, 1 də 3-ü. Gəlin görək nə baş verir. Bura müsbət, bura mənfi deyirəm. Müsbətdən gəlir, baxın, 3-dən keçir. Amma 2-dən bu tərəfə heç keçə bilmir. Çünki 2 açıqdır. Elə buradan gəlir, buradan da dövrəni tamamlayır. Yəni 3 ilə 4 lampası yanar. Cavab olur
D variantı. 14-də deyir ki, cəryan mənbəyi lampalar və 3 açardan ibarət dövrənin sxemi verilmişdir. Yalnız bir açarını qapadıqda hansı lampalar yanar? Yalnız biri qapayıramsa, bura müsbət, bura mənfi. Buradan gəlir, baxın, yenə 2 istiqamətdə gedə bilmir, bura açıqdır. Yalnız buradan gedə bilər, dövrəni tamamlayır. Yəni 2 ilə 4 yanar, Y variantı. 15 nömrəli sualda cəryan mənbəyi lampalar və 3 açardan ibarət dövrənin sxemi verilmişdir. 1 və 2 açarlarını qapadıqda. Deməli, biri qapayıram, 2-ni qapayıram. Deməli, bura müsbət, bura mənfi deyəndə. Bir cəryanın buradan gələr, belə gedər. Artıq buradan 2-ni qapadığım üçün buradan keçir. Amma yuxarıdan davam edə bilmir, çünki 3 açıqdır. Amma buradan davam edib dövrəni tamamlaya bilər. Yəni, L1, L2 və L3 lampaları yanar. Cavab olur C variantı. Keçirəm növbəti suala. İT bölünsün Y ifadəsi hansı fiziki kəmiyyət təyin olunur? Əvvəla Q bərabərdir İT-dirsə, Q-nü də NY ilə açsam, NY bərabərdir İT-yə, onda N-i tapmışam buradan ki, İT böl Y almışam. Yəni N elektronların sayı cavab olur D variantı. Sonra 17 nömrəli sual. Dövrədəki ampermetr nəyi ölçür? Ampermetr dövrədə cəryan şiddətini ölçür. 18 dövrədəki voltmetr nəyi ölçür? Eğri müqavimətindəki gərginliyi ölçür. C variantı. Voltmetrin şkalasının bölgüsünün qiyməti nəyə bərabərdir? Baxanda görürəm ki, 50 ilə 100 arasında 5 dənə bölgü var. Onda deməli, hər bir bölgü 10-a bərabər olur. Yəni, belə də tapa bilərik. 100-dən 50-ni çıxaram və yaxud 200-dən 150-ni çıxaram. Sonra da bunların arasındakı bölgü sayına 5-ə bölərəm. O da düşür 10. Deməli, hər bir bölgü 10-dur. Sonra 20 nömrəli sual. Lampanın uclarındakı gərginliyi və lampadan keçən cəryan şiddətini ölçmək üçün voltmetr və ampermetr hansı sxemdə düzgün göstərmişdir? Əvvəla, lampanın uclarındakı gərginliyi ölçmək üçün deyil. Lampanı ölçmək üçün voltmetr lampaya paralel qoşulmalıdır. Cəryan şiddəti isə, daha doğrusu ampermetr isə cəryan şiddətini ölçmək üçün ardıcıl. Ona görə cavab C-dir. 21 nömrəli sual. Metal naqildən axan cəryan şiddətini 2 dəfə artırıb uzunluğunu 2 dəfə azaltsaq. Baxın, R bərabərdir, U bölünsün I yazsam. Burada mənim müqavimətim bu kəmiyyətlərdən asılı deyil. Yəni, cəryan şiddətinin artmağı müqavimətə təsir göstərmir. Müqavimət asılıdır ρL bölünsün S düsturundakı kəmiyyətlərdən. Əgər uzunluğu 2 dəfə azaldıramsa, müqavimət də 2 dəfə azalar. Cavab olar A variantı. Keçirəm növbəti suala. 22 nömrəli sualda cəryan şiddətini 2 dəfə azaldıb uzunluğu 2 dəfə artırsa, baxın, cəryan şiddətindən asıllıq yoxdur müqavimətin. Ona görə bunu atdım. Uzunluğu 2 dəfə artırıramsa, müqavimət də 2 dəfə artar. Cavab D variantı. 23. Mis naqilin enkəsinin sahəsini artıranda, deməli S artırıbdır burada. Göstəri ilə düsturda S artdı. Xüsusi müqavimət və müqavimət. Xüsusi müqavimət bir maddənin növündən asılıdır, bir də temperaturdan asılıdır. Bunlar dəyişmirsə, xüsusi müqavimət dəyişmir. S artırıramsa, R-lə tərs asılı olduğu üçün R azalar. Cavab A variantıdır. Verilmiş naqilin uclarındakı gərginliyi 3 dəfə azaltdıqda cəryan şiddəti. R bərabərdir U bölü yazanda görürəm ki, cəryan şiddətindən gərginlik düz asıdır. Əgər mən gərginliyi 3 dəfə azaldıramsa, cəryan şiddətim də 3 dəfə azalar. Yəni cavab olur D variantı. Keçirəm növbəti suala. Dövrə hissəsinin müqaviməti 3 dəfə artdıqda həmin dövrə hissədə cəryan şiddəti. Baxın, müqavimət cəryan şiddətindən asılı olmasa da, cəryan şiddəti müqavimətdən asılıdır. Yəni, müqavimət 3 dəfə artırsa, onda cəryan şiddəti 3 dəfə azalır. Yəni, cavab olur A variantı. 26 nömrəli sual. Naqilin müqavimətini necə azaltmaq olar? R bərabərdir ρL böl S yazsam. Deməli, əgər naqilin uzunluğunu azaltsam, müqavimət azalar. Və yaxud da naqilin enkəsinin sahəsini artırsam, müqavimət azalar. Baxıram, burada sahəni artırmaq verib, elə cavab A variantıdır. 27. Verilmiş materialdan hazırlanmış naqilin enkəsinin sahəsini 4 dəfə azaltdıqda müqavimət tərs asıdır. S-i 4 dəfə azaldıramsa, müqavimət 4 dəfə artmalıdır. Cavab C variantı. Voltmetrin göstərişi nə qədərdir? Deməli, burada 50-dən 40 çıxaram, bölərəm bölgülərin sayı 5-ə. 10, 5-ə böldü 2. Deməli, hər bir bölgü 2-dirsə, bura 42, 44, 46. Deməli, olur burada 46 volt. 29. Verilmiş materialdan hazırlanmış naqilin enkəsinin sahəsini 4 dəfə azaldanda xüsusi müqavimət. Xüsusi müqavimət yalnız maddənin növündən və temperaturdan asılı olduğu üçün sahədən asılılığı yoxdur, dəyişmir. Cihazla aparılan ölçmənin mütləq xətası. Əvvəla, 2-dən 1 çıxaram, bölərəm 5 bölgülərin sayına. 1-i 5-ə böləndə bir bölgünün qiyməti olur
0,2. Xəta isə 1 bölgünün yarısıdır. Yəni 0,2-yi də 2-yə bölsəm, onda mən bu cihazda xətanı 0,1 taparam. Yəni cavab olur D variantı. Oxuram 31 nömrəli suala. Cihazla aparılan ölçmənin mütləq xətası. 4-dən 2-ni çıxaram. Bölərəm aralarındakı bölgü sayına 4-ə. 1 bölgünü taparam 0,5. 0,5-in yarısı da mənə mütləq xətanı verir. O da edir 0,25. Yəni cavab olur C variantı. Sxemdə zəngin şərt işarəsi zəng 2 ilə göstəriləndi B variantı. Açar isə deməli 4 ilə göstəriləndi C variantı. 34. Naqilin uzunluğunu 2 dəfə, diametrini isə 4 dəfə artırdıqda müqavimət R bərabərdir rho L bölü S. Buradan da isə pi d kvadratı bölünsün 4 ilə açırıq olur 4 rho L bölünsün pi d kvadratı. Buradan görürəm ki, əgər mən uzunluğu 2 dəfə artırıramsa, müqavimət 2 dəfə artır. Amma diametri 4 dəfə artırıramsa, məxrəcdə kvadratı diametri 16 dəfə artır. Yəni məxrəc 16 dəfə artırsa, R 16 dəfə azalır. 2 ilə də bunu ixtisar aparsam, R böl 8 alıram. Yəni müqavimət 8 dəfə azalmış olur. D variantı. 35. Ucarındakı gərginlik düşküsü 4 volt olan naqilin 2 dəqiqə ərzində, naqildən 2 dəqiqə ərzində 15 kulon yük keçmişdir. Naqilin müqavimətini hesablayın. Deməli, gərginlik verilib 4 volt, zaman verilib 2 dəqiqə, yəni 120 saniyə və yük verilibdir 15 kulon. Müqavimət istəyir. R bərabərdir U bölü yazaram. İnin də yerinə Q bölü T yazsam olur UT bölünsün Q. İşte buradan yerinə qoyuram. 4 vurulsun 120 bölünsün 15. 15 60-da 4 dəfə yerləşirdirsə 120-də 8 dəfə yerləşir. Bu da edir 32 ohm. Yəni cavab B variantı. Keçirəm növbəti suala. Naqildəki cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. 10 saniyə ərzində naqilin enkəsindən keçən yükün miqdarı. Burada biz belə edirik. İnin T'dən asılılıq qrafiki veriləndə yükü fiqurun sahəsindən tapıram. Baxıram, burada bir dənə 3 bucaqdır. Onu da yazıram Q bərabərdir. 2-də 1 AB. Bir tərəf 10, bir tərəf 0,2. Bu da mənə verəcək 1 kulon. Yəni cavab Y variantıdır. 37. Naqildəki cərəyan şiddətinin zamandan asılılıq qrafiki verilmişdir. 8 saniyə ərzində naqilin enkəsindən keçən elektrik yükünün miqdarı. Yenə baxıram, trapesiyadır. Bu fiqurun sahəsini tapıram. A plus B bölünsün 2 vurulsun H. Trapesiyanın bir oturacağı 8'dir, bir oturacağı 5'dir. Bölürəm 2'ye, vururam 0,4'ə. Bu da 0,2'ni də 13'ə vuranda 2,6 kulon edir. Cavab olur B variantı. Keçirəm növbəti sualı. 38. Joule bölünsün volt vur saniyə ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Joule-u saxlayaram. Voltu açacam. Joule bölünsün kulondan. Kulon sürətə saniyə məxrəcdə. Buradan joule'lar gedir. Kulon böl saniyə qalır. Yəni Q bölünsün T. Bu da ki amperdir. Yəni cərəyan şiddətdir. B variantı. 39. Newton vur metr bölünsün amper kvadratı vur saniyə. Newton vur metri yazaq. Elə belə qalanda bu ifadə məncə açanda alınır. Amma yenə də yazaq. Deməli, Newton vurulsun metr bölünsün amper kvadratı vurulsun saniyə. Buradan Newtonu açaram. Kilogram vurulsun metr kvadratı bölünsün amper kvadratı vurulsun saniyənin kubu. İndi mən tapmalıyam ki, hansı kəmiyyətin açılışı, yəni hansı kəmiyyətin vahidinin açılışı bunu verir. Baxıram, burada birinci elektrik sahəsinin intensivliyini yoxlayaram. Y bərabərdir. Newton bölünsün kulondur ifadəsi. Açanda kilogram vurulsun metr kvadratı bölünsün amper vur saniyənin üstü 4 edir. Bu deyil. İntensivlik deyil. Sonra yoxlayaram elektrik tutumunu. Seni bir faraddır. Faradın açılışı kulon bölünsün voltdur. Kulonu saxlasam voltu joule böl kulonla açsam kulon sürətə joule məxrəcə. Bu dəfə Newton məxrəcdə olur. Bu da deyil. C yük də deyil. Yük kulonda amper vur saniyə. Mənə elə gəlir ki, müqavimətin düsturudur. Müqavimət ohmdur. Onun da açılışı volt bölünsün amperdir. Buradan voltu açaram joule bölünsün kulondan, vuraram amperə. Bəli, bu ifadədir. Bunu da açanda kilogram vurulsun metr kvadratı bölünsün amper kvadratı vurulsun saniyənin üstü 4'ə. Saniyənin kubuna. Deməli, cavab oldu elektrik müqaviməti. Keçirəm növbəti suala. Farad vur amper vur ohm ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Farad tutumun vahididir. Kulon bölünsün voltla açaram. Amper qalar yerində. Ohm da müqavimətin vahididir. U böl i-yə görə volt bölünsün amperlə açaram.
Bunlar gedər, qalır kulon. Kulonda elektrik yükün vahididir. Yəni cavab olur Y variantı. Keçirəm növbəti suala. Farad vur volt bölünsün saniyə. Faradın açılışı kulon bölünsün voltdur. Vururam volta, bölürəm saniyə. Voltlar gedir, qalır kulon bölünsün saniyə. Kulon da amper vur saniyə ilə atsam saniyələr gedir, qalır bir dənə amper. Yəni cərəyan şiddəti B variantı. Elektrik müqavimətin vahidi hansı vahidlərlə necə ifadə olunur? Ohmdur. Ohmun açılışı volt bölünsün amperdir. O da bərabərdir. Voltu da joule bölünsün kulondan açıram. Yəni yazıram kilogram vurulsun metr kvadratı bölünsün amper kvadratı vurulsun saniyənin kubu olur. Cavab da olur A variantı. Xüsusi müqavimət. Xüsusi müqavimətin vahidi isə 10 vur metrdir. Yəni bu ifadə eyni qalır, sadəcə burada metrin üstündə metr kubu olur. Cavab olur Y variantı. 3 naqilin volt-amper xarakteristikası verilmişdir. Naqillərin R1, R2, R3 müqavimətləri arasında hansı münasibət doğrudur? Əvvəla, qrafikdə verilənlərin nisbəti, yəni İ-nin U-ya nisbəti tangens alfadır. Bunu yazdım. Müqaviməti tapanda isə alınır U bölünsün I. Yəni, tangens alfanın tərsi, I bölünün tərsi alınır. Onda mən buna belə yaza bilərəm 1 bölü tangens alfa. Onda görürəm ki, müqavimət bucaqla tərs asıdır. Burada ən kiçik bucaq R1-dədirsə, onda ən böyük müqavimət R1-dədir. Sonra R2, sonra R3. Yəni cavab olur A variantı. Daha sonra 45 nömrəli sual bizə kəmiyyətlər verib və bizə R1 müqavimətindəki cərəyan şiddətini istəyir. R1-dən cərəyan şiddəti keçmir. Çünki onun qarşısına bir kondensator birləşdirilib. Kondensator elektrik yüklərini toplamaq üçün istifadə olunur. Cərəyan şiddətində elektrik yükləri yaradır. Əgər bura kondensator qoşulubsa, elektrik yükləri bu kondensatorda toplanır və R1 müqavimətindən keçmir. R1 müqavimətindən keçmədikləri üçün də cərəyan şiddəti 0-a bərabər olur. 46-da da R2 müqavimətinə baxıram, yenə kondensator qoşulubdur. Deməli, kondensator burada elektrik yükünü toplayıb, ona görə cərəyan şiddəti 0-dır, yəni A variantı. 47 nömrəli sual. 2 naqilin volt-amper xarakteristikası verilmişdir. Naqillərin R1, R2 nisbətini tapın. Baxıram, hər ikisi üçün cərəyan şiddətləri eynidir. Gəlin yazaq, R1 üçün yazıram ki, U1 bölünsün I1. Yəni, nisbət də yaza bilərsiniz birbaşa gərginliklə. Yəni, 100 bölünsün 4, bu düşür 25. Bir dəfə də yazıram ki, R2 bərabərdir. U2 bölünsün I2, yəni 200 bölünsün 4. Bu da 50 düşür. R1-in R2-yə nisbəti də 2-də 1 edir. Y variantı. 48 nömrəli sualda yenə R1-in R2-yə nisbətini istəyir. R1-i tapıram U1 bölünsün I1-lə. Deməli, U1-imiz 100-dür, I1-imiz 4-dür. Bu edir 25. Bir dəfə də R2-ni tapıram. U2 bölünsün I2 ilə. Bu da 200-ü bölürəm 2-yə, bu da düşür 100. R1-in R2-yə nisbəti 25-i 100-ə bölürəm 4-də 1. 49. Cərəyan şiddətinin vahid zamanda naqilin enkəsindən keçən elektronların sayında nasıllıq qrafiki hansıdır? Deməli, I bərabərdir. Düstur, Q bölünsün T'dir. Q-nün də yerinə N-yə yazsam, N-yə bölünsün T. Görürəm ki, bölünür, deməli düz asıdır. B variantı. Sonra, naqilin enkəsindən müəyyən zaman fasiləsində keçən yükün naqildən axan cərəyan şiddətindən asılılıq qrafiki hansıdır? Buradan elə baxsam görürəm ki, yüklə cərəyan şiddəti düz asılıdır. D variantı. Sonra 51 nömrəli sual. Deyir, naqilin enkəsinin sahəsindən asılıdır müqavimətdir. Naqilin uzunluğundan asılı deyil, xüsusi müqavimətdir. Naqilin materialının növündən asılıdır. Bura hər ikisi gedir. Deməli, 3 bura yazıram. Naqilin temperaturundan asılıdır. Bunlardan hər ikisi temperaturdan asılı olur. Ona görə 4 ortaq yazıram. Naqilin ucundakı gərginliyin ondan keçən cərəyan şiddətinə nisbətinə bərabərdir. O bölü, yəni müqavimətdir bu da. Bu da olur 1, 5, 3, 4, 2. Yəni cavab olur D variantı. 52 nömrəli sual. Eyler-Venn diaqramında metal naqilin müqaviməti və xüsusi müqavimətin uyğun bəndləri müəyyən edin. Naqilin materialından asılıdır hər ikisi. Naqilin ucundakı gərginliyin ondan axan cərəyan şiddətinə olan nisbətinə bərabərdir müqavimət. Naqilin enkəsinin sahəsi ilə tərs mütənasibdir yenə müqavimət. Temperaturun azalması ilə azalır. Bu hər ikisinə gedir. Yazıram bura 4. Naqilin uzunluğundan asılıdır xüsusi müqavimət. 2, 3, 1, 4, 5 cavab olur A variantı. Dielektrik dayaqlar üzərində metal kürələr yüklənmişdir. Hər 3 K açarını eyni anda qapadıqda yaranan cərəyanların istiqamətləri oxlarla göstərilmişdir. Kürələrin ilk potensialları arasında hansı münasibət doğrudur? Əvvəla, baxıram ki, burada cərəyan fiberdən çıxır.
Cərəyan çıxırsa, cərəyan müsbətdən çıxır da. Deməli, bura müsbətdir. Hamısı burada toplanır. Deməli, burada mənfidir. Burada da müsbətlər var, amma mənfinin sayı burada müsbətin sayından çoxdur. Ən yüksək, yəni belə deyim, burada bu kürə tamamilə müsbət yüklənib ki, bundan cərəyan ancaq çıxıbdır. Deməli, mən də bilirəm ki, potensial müsbət yükə yaxın yerdə çoxdur. Fi1 hamısından böyükdür. Və Fi2-də isə hamısı Fi2-yə toplanıb. Cərəyan mənfiyə doğru gedirsə, deməli Fi2-də olan kürə mənfi yüklənibdir tamamilə. Onda deməli Fi2-dəki potensial ən azdır. Onda Fi3 də ortaqdır. Fi3-də yəni həm müsbət yük var, həm mənfi yük. Fi1 böyükdür Fi3-dən, o da böyükdür Fi2-dən. Cavab olur Y variantı. 54 nömrəli sual. Şagird elektrik dövrəsini düzgün yığmadığından dövrədən cərəyan keçmir. Lampanın M sıxacağını hansı nöqtəyə bağlamaq lazımdır ki, lampa çözərsin və ampermetr ondan keçən cərəyan şiddətini ölçsün? Baxın, birə birləşdirə bilmərəm. Çünki bura birləşdirsəm cərəyan olan qol açıq qalır. Burada artıq ampermetr ölçmür. Amma ən yaxşı yol bura birləşdirməkdir. 2-yə. 2-yə birləşdirsəm bura artıq nəzərə alınmır. Ampermetr lampaya ardıcıl birləşib və cərəyan şiddəti ölçür. M lampasının cərəyan şiddətini ölçə bilir. Yəni cavab olur 2. Məsələn 3-ə birləşdirsəm belə bir şey alınar. Onda da ampermetr yenə açıq qol tərəfdə qalır, yenə alınmır. Cavab D variantıdır. Gəlirəm 55 nömrəli suala. Amper vurulsun saniyə kvadratı bölünsün farad vurulsun ohm ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Amper vurulsun saniyə kvadratı qalsın yerində. Burada faradı açaram, kulon bölünsün voltla, vuraram, ohmu isə açaram, volt bölünsün amperlə. Bunlar gedər. Deməli, buradan amper sürətə qalxar, olar amper kvadratı vur saniyə kvadratı. Bölərəm, kulonu da açanda alınır amper vur saniyə. Bunların da hər biri gedəndə amper vur saniyə qalır. O da bir kulondur, yəni elektrik yükünün vahididir. Cavab olur B variantı. 56 nömrəli suala baxaq. Amper vur saniyə bölünsün farad vurulsun metr ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Amper vur saniyəni kulon kimi yazacağam. Bölünsün. Farada açacağam, kulon bölünsün voltla, vuracağam metrə. Volt sürətə qalxır. Olur kulon vurulsun volt, bölünsün kulon vurulsun metr. Bunlar gedir, volt böl metr qalır. Bu da elektrik sahəsinin intensivliyidir. Yəni C variantı. Keçirəm növbəti suala. Müqaməti dəyişə bilən dövrə hissəsinin volt-amper xarakteristikası verilmişdir. Gərginlik 100 voltdan 300 volta qədər artdıqda müqamət necə dəyişər? Burada yazıram R bərabərdir. U bölünsün I. Burada baxıram ki, gərginlik 100-dən 300 artdı, yəni 3 dəfə artdı, onda müqamət 3 dəfə artmış olur. Cərəyan şiddəti isə 0,2-dən 0,1-ə düşüb, yəni 2 dəfə azalıb. 2 dəfə azalıbsa müqamət 2 dəfə artıb deməli. Bu da olur deməli 6 dəfə artar. Sonra 58 nömrəli sualda müqaməti dəyişə bilən dövrə hissəsinin volt-amper xarakteristikası verilmişdir. Gərginlik 20 voltdan 40 volta qədər artdıqda müqamət necə dəyişər? R bərabərdir, U bölünsün I. Gərginlik 20-dən 40-a artanda 2 dəfə artıb, onda müqamət də 2 dəfə artır. Cərəyan şiddəti isə 20-dən 40-a gedəndə 4 dəfə artmış olur, 0,2-dən 0,8-ə. 4 dəfə artıbsa müqamət 4 dəfə azalmalıdır, onda bu da olur R böl 2, yəni 2 dəfə azalar. 59. Reostatdan keçən cərəyan şiddətinin onun ucundakı gərginlikdən asıllıq diaqramında bu proseslərə uyğun cərəyan şiddətinin müqamətin asıllığı. Düsturu yazıram, I bərabərdir, U bölünsün R. Buradan baxıram ki, birinci hissədə cərəyan şiddəti gərginliklə düz asılıdır. Cərəyan şiddətinin gərginliklə düz asılı olmaq üçün müqamət sabit olmalıdır. Deməli, 1-dən 2-yə keçəndə müqamət sabitdir və cərəyan şiddəti artır. Ona görə qalan variantları ataram. Qalır A və B. 2-dən 3-ə keçəndə cərəyan şiddəti sabitdir. Cərəyan şiddəti sabitsə, burada deyil cərəyan şiddətinin sabit olduğunu götürməliyəm. B variantı. Gəlirəm növbəti suala. 60 nömrəli sualda eyni qaydada yazıram I bərabərdir U bölür. Baxıram ki, 1-dən 2-yə keçəndə gərginlik sabitdir. Gərginlik sabitdirsə cərəyan şiddətinə müqamət tərs asılı olmalıdır. Yəni 1-dən 2-yə keçəndə tərs asılıq bir dənə adadır, cavab A variantı. Sonra reostatdan keçən cərəyan şiddətinin o müqamətdən asıllıq diaqramında gərginlik müqamətdən asıllığını soruşur. Deməli, birinci halda cərəyan şiddəti sabitdir. Cərəyan şiddəti sabitdirsə gərginliklə müqamət düz asılıdır. 1-dən 2-yə keçən düz asılılığı saxlayıram, qalanları getdi. 2-dən 3-ə də əgər I ilə R tərs asılıdırsa, deməli gərginlik sabit imiş. Ona görə cavab B variantı. 62 nömrəli sualda baxıram ki, yenə eyni düsturdur.
Burada 1-dən 2-yə müqavimət sabitdir. Onda 1-dən 2-yə müqavimət sabit olmalıdır. Qalan variantları ataram. Bu da getdi. Sonra 2-dən 3-ə baxanda görürəm ki, 2-dən 3-də isə cərəyan şiddəti sabitdir. Cərəyan şiddəti sabit olanda U ilə R düz asılı olmalıdır. Yəni 2-dən 3-ə asıllığında isə düz asıllıq olmalıdır. Cavab C variantı. 1-dən 2-yə cərəyan şiddətindən gərginlik düz asılıdır. Onda deməli 1-dən 2-yə müqavimət sabit imiş. Bunlar gedir. Müqavimət sabit olmayanlar. 2-dən 3-ə cərəyan şiddəti sabitdir. Onda cərəyan şiddəti sabit olanda U ilə R 2-dən 3-ə düz asılı olmalıdır. Ona görə cavab olur D variantı. Gəlirəm 64 nömrəli suala. Naqildəki cərəyan şiddətinin zamandan asılılığı verilmişdir. A və B nöqtələrinə uyğun zaman müddətləri ərzində naqilin enkəsindən axan yükün miqdarı arasında hansı münasibət doğrudur? Deməli, Q bərabərdir IT ilə tapa bilərəm. Q1 bərabərdir IT-yə görə 6 edir. Q2 də bərabərdir, yəni QA deyək. QB-dəki IT-yə görə 18. Bunu fiqurun sahəsindən də gedə bilərsiniz. Onda buradan deməli, yəni AB düsturundan getdim də. Buradan QA bölünsün QB bərabərdir. 6 bölünsün 18. Yəni 3-də 1. Bunu da çarpaz vursam QB bərabərdir 3QA-ya. Cavab olur C variantı. 65. Hansı ifadələr doğrudur? Metal naqili 2 dəfə uzun olan digər eyni materialdan olan naqillə əvəz etdikdə R bərabərdir. Rho L bölünsün S-ə görə 2 dəfə uzun deyirsə, 52 dəfə artırıb, onda müqavimət 2 dəfə artar. Xüsusi müqavimət isə dəyişməz. Cavab olur 1,6. Gəlirəm 66 nömrəli suala. Müqavimətləri L1 və L2 olan iki naqilin volt-amper xarakteristikaları verilmişdir. Müqavimətlərin nisbətini tapın. L1 üçün yazaram. U1 bölünsün I1. Burada L1'ə uyğun U1'in 5 U0'dır. Bölürəm. I1'im isə I0'dır. R2 üçün isə yazıram U2 bölünsün I2. Buradan yerinə qoyuram. U2 R2'ye uyğun 4U0'dır. I0'ım isə 2-0'dır. Bu da edir 2 U0 bölünsün I0. Bunların da məndən nisbətini istəyirsə R1 bölünsün R2 bərabərdir. 5 U0 bölünsün I0 vurulsun tərsinə I0 bölünsün 2 U0. Buradan I0'lar U0'lar gedir. 5'i də 2'yə bölsəm cavab edir 2,5. Misalımızın cavabı oldu 2,5.